Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda həndəsə bölməsindən yeni test toplusundan üçbucaqlar bölümünün ilk bölümünün izahını verəcəm. Gəlin keçək testimizin izahına. Bir nömrəli suala deyir ki, iki tərəfi 7,8 cm və 3,4 cm olan üçbucağın üçüncü tərəfini ala biləcəyi ən böyük qiymət sorulur. Üçbucaq bərabərsizliyində belə bir qayda var ki, üçbucağın istənilən bir tərəfini götürsəm, məsələn C tərəfi. Bu tərəf iki tərəfin cəmindən kiçik, onların fərqindən böyükdür. Bunu modulla verirlər, yəni müsbət elə də demək istəyir ki, hansından hansının çıxacağını bəlli deyilsə, modulla yazırlar. O zaman belə yazaram. Üçbucağın iki tərəfi 7,8 ilə 3,4 veribsə, üçüncü tərəfinin, yəni C-nin alacağı qiymət sorulursa, bu ikisinin cəmindən kiçik, yəni 11,2-dən kiçik, hər ikisinin fərqindən, yəni 4,4-dən də böyük olacaq. Mənə də deyir, alacağı ən böyük qiyməti tap, C ən böyük 11 qiymətini alır. Düzgün cavab A bəndi. 2 nömrəli suala baxaq. İki tərəfi 6,9 və 5,7 cm olan yenə həmən sualdandır. Üçüncü tərəfimiz alacaq. İki tərəfin cəmindən kiçik, yəni 6,9 üstə gələnsin 5,7-dən kiçik. Bir də bunların fərqindən böyükdür. 6,9 çıxılsın 5,7. Buradan C kiçikdir 12,6-dan, böyükdür 1,2-dən. İndi bizə deyir ki, üçüncü tərəfin alacağı ən böyük qiyməti tap, C ən çox 12 qiymətini alır. 12,6-dan kiçik ən çox 12 var. Düzgün cavab C bəndi. 3 nömrəli sualda bizə belə bir şəkil verilibdir. Körbucaqlı üçbucaqdan danışır. Deyir tərəflərini müqayisə elə. Körbucaqlı üçbucaq demək, üçbucağımızın bir bucağının 90 dərəcədən böyük olduğunu göstərir. Yadda saxlayın, bir üçbucaqda bir dənə körbucaq ola bilər. Məsələn, bu bucağımız körbucaqdır, düzdürmü? Demək, ən böyük bucağımız budur. Yəni, bu bucağımız 90 dərəcədən böyükdür. Üçbucaq bərabərsizliyində qayda ondan ibarətdir ki, böyük bucaq qarşısında böyük tərəf dayanır. Demək, ən böyük bucağımız bu körbucaq olan bu bucaqdırsa, bunun qarşısında dayanan kimdir? C. Ən böyük tərəfimiz C-dir. Daha sonra 2 alfa mı böyükdür, alfa mı böyükdür desən, 2 alfa daha böyükdür. O zaman 2 alfanın qarşısında duran B daha böyükdür. Sonra da alfanın qarşısında duran A'mız daha böyük olacaq. Cavab C böyükdür B'dən, o da böyükdür A'dan. B bəndi. 4 nömrəli suala deyir ki, körbucaqlı üçbucağın tərəflərini müqayisə edin. Daha doğrusu bu misalda artıq bucaqlarını müqayisə edin deyir. Körbucaqlı olduğu üçün ən böyük bucağımız körbucaq olacaq. Körbucaq dediyimiz baxın bu bucaq nəzərdə tutulub. Ən böyük bucağımız qammadır. Daha sonra ən böyük bucağımız alfa mı yoxsa beta mı olduğunu tərəflərimiz qərar verəcək. Ən böyük tərəfimiz sonra 2A'dır. Daha sonra A'dır. 2A'nın qarşısında duran bucağımız kimdir? Beta. O zaman daha sonra beta'dır. Daha sonra alfanın qarşısında duran, yəni A'nın qarşısında duran bucaq alfadır. Gamma böyükdür beta'dan, o da böyükdür alfadan olacaq. Düzgün cavab D bəndi. Gəldik ən vacib sual nümunələrindən birinə. Diqqətli olaq. Üçbucağın iki tərəfinin uzunluğu 2 və 5-dir. Üçbucağın perimetri hansı münasibət üçün doğrudur deyir. Üçbucağın iki dənə tərəfini veribdir. Yəni şəkil üzərində göstərim. Bir tərəfim 2-dir, bir tərəfim 5-dir, o bir tərəfini də bilmirik. Digər tərəfə də x yazıram. Perimetrini soruşur. Perimetr demək, bütün tərəflərin cəmi deməkdir. 2 üzərinə gəlinsin 5 üzərinə gəlinsin x, yəni 7 üstə gəlinsin x deməkdir. Bizim çatışmayan burada nədir? X-imizi tapmaq. Biz bilirik ki, üçbucaq bərabərsizliyinə görə x, iki tərəfin cəmindən, yəni 5 ilə 2-nin cəmindən kiçikdir. Bunların fərqindən də böyük olmalıdır. Demək, bizim x-imiz 3 ilə 7 arasında qiymət alır. Amma bu qiymətləri almır. O zaman x-imiz ən kiçik nəyə almır? Bax, diqqətlə qulaq as. X-im ən kiçik 3-ü almır. O zaman x-im 3 ilə 7 arasındadır da. Hata yazmışıq onsuz da. Burada bunu yazmağa ehtiyac yoxdur. X-in yerinə 3 qoyacam. Ay müəllim, bax, X-in yerinə 3 qoyanmazsan almır. Tamam da, elə onun üçün qoyuram. 3 qoyuram, amma almır. O zaman 7-nin üstə 3 gəlini neçə eləyəcək? 10 eləyəcək. Ən kiçik 3 qoyduğumuz üçün ən kiçik də 10 eləyəcək, amma almayacaq. Mənim perimetrim ondan böyükdür. İndi isə 7 qoyacam. Ən böyükdə 7 qoyaram. 7-nin üstünə 7 gələndə 14 eləyəcək, amma almayacaq. Niyə almayacaq? Çünki 7-ni almırdı deyə 7 də qoyanda 14-ü almayacaq. Perimetrim ən çox 14 eləyəcək. Almamaq şərti ilə ən kiçik də 10 eləyəcək. Düzgün cavabımız olacaq 10 ilə 14 arasında E bəndi.
6 nömrəli sualda deyir ki, üçbuzağın iki tərəfin uzunluğu 4 ilə 6'dır. Gəl yazaq. Bura 4 olsun, bura 6 olsun. Bu bir tərəfin nə qədər olduğu haqqında məlumatım yoxdur. Perimetri sorulur. Perimetr bütün tərəflərin cəmidir. Yəni 10 üstə görə x-dir. Bizim çatışmayan bu x-imizdir. Bizim bu x-imiz iki tərəfin cəmindən kiçik, bunların fərqlərindən böyükdür. X-imiz 2 ilə 10 arasında qiymət alar. Mənim bu x-im 2 ilə 10 arasında qiymət alacaq. Ən kiçik 2-ni qoyaram, amma fikir verin almır. X-in yerinə 2 qoyanda cavabım eləyəcək 12, amma almır. Ən böyük 10'u qoyanda yerinə 10 üstünə 10, 20, amma almır. Mənim perimetrim 12 ilə 20 arasında, yəni 20'dən kiçikdir, 12'dən də böyük olacaq. Düzgün cavabımız D bəndi. 7 nömrəli suala baxaq. Üçbuzağın tərəflərinin uzunluqları 5'in, 4'ün, bir də 3'ün nisbətindədir. 5K, 4K, bir də 3K. Perimetri 48'dir deyir. O zaman toplasaq hər birini 48 eləməliyik. Hər birini toplayanda 12K edəcək. 12K 48 isə K'mızın qiyməti 4 elədir. Onun kiçik tərəfini soruşur. 4 dəfə 3'üm, bu da edəcək 12. Düzgün cavabımız D bəndi. 8 nömrəli sualdır. Eynən bu tipdə bir sualdır. Tərəfləri 2K, 3K, bir də 4K nisbətindədir. Perimetr 27'dir deyir. Perimetrimiz 27 olarsa, bunların hər birini toplayaram. 9K 27'dirsə, K'mızın qiyməti 3 oldu. Onun tərəflərini tapın deyir. 3 dəfə 2'm 6 bura edəcək. 3 dəfə 3'üm 9 bura edəcək. 3 dəfə 4'üm də 12 bura edəcək. Cavabım oldu 6, 9, 12. Düzgün cavabımız A bəndi. 9 nömrəli sualda verilənlərə baxaq. AB 2'yə bərabərdir. Bura 2 imiş. BC 3'ə bərabər 3. AD 4'ə bərabər 4. CD 6'ya bərabər 6. X-in ala biləcəyi tam qiymətlərin cəmini soruşur. Bu üç buzağa hələ bir ilk öncə baxsaq, biz baxın. Üç buzağa baxaq. Bu üç buzağın tərəfləri neçədir? Tərəfləri 2, 3, x-dir. O zaman x-im bu üç buzağın iki tərəfin cəmindən kiçik, fərqlərindən də böyük olmalı. Düzdürmü? İndi gəl bir dənə aşağıdakına baxaq. Bu aşağıdakı bu üç buzağa baxaq. Bu üç buzaq haqqında nə bilirik? Bu üç buzağımızın da tərəfləri x-dir. X kiçikdir. Digər iki tərəfin cəmindən, yəni ondan böyükdür bunların fərqi, yəni 2'dən. Bizim x-imiz elə bir qiymət almalıdır ki, həm bu bərabərsizliyi də ödəsin, həm bu bərabərsizliyi də ödəsin. O zaman cavabım nə olacaq? X-imin alacağı qiymətlər. Yuxarıdakı deyir ki, 1 ilə 5 arasında olsun. 1 ilə 5 arasında olsun. Bunları da almasın. Aşağıdakı da deyir ki, 2 ilə 10 arasında olsun. 2 ilə 10 arasında olsun. Bunları da almasın. O zaman hər ikisinə uyğun haranı götürəcəm? Hər ikisində kəsişmə yeri 2 ilə 5 arasında olsun. Yəni bu aralıqda kim var? 3 var, 4 var. Həqiqətən 3'ü burada qoyanda ödüyor. 4'ü burada qoyanda ödüyor. Bunu burada yazanda ödüyor. X-in alacağı qiymətlərin cəmi 4 ilə 3'ün cəmi 7 eləyəcək E bəndi. 10 nömrəli suala gəlin bir yerdə baxaq. AB'nin uzunluğunu neçə verib? 2 verib. Yazdın yerinə 2. BC'nin uzunluğunu verib? 4 verib. Yazdım bura 4. AD'nin uzunluğunu 5 verib. Bura yazdım 5. Daha sonra CD'nin uzunluğunu 8 verib. Yazdım bura 8. Yuxarıdakı üç bucağa, bu üç bucağa baxsaq, bizim x-imiz bu üç bucağın iki tərəfinin cəmindən kiçik, bunların fərqindən də böyükdür. Aşağıdakı bu üç bucağa baxsaq, baxın bu üç bucağa baxsaq, bu üç bucağa görə də x kiçikdir. İkisinin cəmi 13'dən böyükdür. İkisinin fərqi 3'dən də böyükdür. İndi mənim x-im hansı qiymətləri alacaq? Olacaq x-im, bax 2'dən böyük olan hər ədəd bunu götürsəm ödəməz. Niyə? X 2'dən böyükdür. 2'dən böyük olan hər ədəd 3'dən böyük olanmaz. Məsələn 2 onda 5. Amma 3'dən böyük olan hər ədəd zaten 2'dən böyükdür. O zaman x-im 3'dən böyük olacaq. 6'dan kiçik olan hər ədəd zaten 13'dən kiçikdir. Amma 13'dən kiçik olan hər ədəd 6'dan kiçik deyil. O zaman buradan da bunu götürərəm. Ya da bunu bilmirsənsə elə qiymət qoy ya da ədəd oxu çək tap. X-imiz 2 ilə 6 arasında qiymət alır. 2 ilə 6 arasını belə bu şəkildə yazıqladım. Amma aşağıdakı şərtə görə x-imiz 3 ilə 13 arasında qiymət alır. 3 ilə 13 arasında qiymət alır. Hər ikisinin kəsişmə yeri bura oldu. Baxın, bura ilə bura. Burada hansı qiymətlər var? 4 var, 5 var. Bunun alacağı qiymətlərin cəmini soruşur. 9 edəcək. Düzgün cavab B bəndi. Gəlin baxaq 11 nömrəli suala. Bizə modul sualı verilərsə,
Bax, üçbucağı qoydum kənara. Modul sualı verilərsə, mənim məqsədim modulun içini aşmaq işarəsini təyin etməkdir. Ki, bu modulun içi mənfidir yoxsa müsbətdir. Əgər sən bir modulun içinin mənfi və yaxud da müsbət olduğunu tapdınsa, modul artıq öz funksiyasını itirib adi mötərizə halına gəlir. Tamam mı? Ona görə də mənim birinci vəzifəm modulun içinin işarəsini təyin etməkdir. O zaman necə təyin edeyim ki, A mı böyükdür, C mi böyükdür ki, çıxanda müsbət mi mənfi qalır. Baxıram şərtimə. Mənə deyir alfa böyükdür betadan, o da böyükdür qammadan. Alfa böyükdürsə, bucaqlarda belə qayda var idi bucaq tərəf arasında. Böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında kiçik tərəf dayanır. Demək ən böyük bucağımız alfadır. Alfanın qarşısında dayanıb A. Demək A böyükdür. Sonra betanın qarşısında dayanıb B. Sonra da olacaq C böyükdür. İndi A'mız C'dən böyükdür. Böyük ədəddən kiçik ədəd çıxanda müsbət qalar. Gəldik ikincisinə baxaq. C'miz B'dən kiçikdir. Kiçik ədəddən böyük ədəd çıxanda mənfi qalar. Baxdıq bu birisinə. B çıxaq A. B'miz A'dan kiçikdir. Kiçik ədəddən böyük ədəd çıxanda mənfi qalacaq. Əgər modulun üzərinə işarə yazdıqdan sonra bunu necə açırıq? Bu üstündəki müsbət hər bir ədədə vurursan. Müsbəti A'ya, müsbət A, müsbəti mənfi C'yə, mənfi C. Elə bir müsbət olanda olduğu kimi çıxır moduldan. Sonra mənfini vurursan C'yə, mənfi C, mənfini mənfiyə, üstə gəlmə B. Bu tip misal olanda nə qayrəsən? Müəllim, belə mənfilər isə məni çaşdırır. Deyirsən, mənfini pramı buna vur. Mənfini mənfiyə vuranda müsbət. Qalanını olduğu kimi yazırsan. B çıxılsın A-ya. Buradan deməli A-lar gedəcək. B-lərin toplamı 2B, C-lərin toplamı çıxılsın 2A. Düzgün cavabımızdır. 2B çıxılsın 2A. Deməli 2A nəymiş? 2C. Uşaqlar C-lər qaldı. 2B çıxılsın 2C. Düzgün cavab A bəndi. Gəlin baxaq 12 nömrəli suala. Belə bir üçbucaq bizə verilibdir. Yenə modul var. Modulun içinin işarəsini tapmalıyam. Ən böyük bucağıma B veribdir. B-nin qarşısında kim dayanıb? B, betanın qarşısında kim dayanıb? B. Demək ən böyük tərəfim B-dir. Böyükdür. Sonra alfa yazıb. Alfanın qarşısında kim dayanıb? A. Demək sonra ən böyük tərəfim A-dır. Sonra qamma yazıb. Qammanın qarşısında duranda sonra C yazıram. İndi gəlin işarə təyin edək. B-dən C çıxanda B-miz C-dən böyükdür. Böyük ədəddən kiçik ədəd çıxanda müsbət qalar. C-dən A-nı çıxanda C A-dan kiçikdir. Kiçik ədəddən böyük ədəd çıxanda mənfi qalar. B-dən A-nı çıxanda B-miz A-dan böyükdür. Böyük ədəddən kiçik ədəd çıxanda müsbət qalar. İndi vurub açaq. Müsbəti B-yə, müsbət B. Müsbəti mənfiyə, mənfi C. Mənfini C-yə, mənfi C. Mənfini mənfiyə, üstə gəlmə A. Müsbət olanlar olduğu kimi olur uşaqlar. Bax, bunlar olur adi bir mötərizə. Müsbəti B-yə, müsbət B. Müsbəti mənfiyə, mənfi. Qarşıda da mənfi var deyə açıram. Mənfi B, mənfini mənfiyə, müsbət A eləyəcək. Buradan B-lər gedəcək. A-ların toplamı 2A çıxılsın 2C olacaq B bəndi. Uşaqlar 13 nömrəli suala gəlin bir yerdə baxaq. Belə bir sual bizə veriblər. Deyir ki, bu 3 dənə modul ifadənin cəmi sıfırdan kiçikmiş. Biz bilirik ki, moduldan hər zaman müsbət ədəd çıxar. Müsbət bir ifadə çıxırsa, o nətər sıfırdan kiçik ola bilər. Demək, bunların hər biri nəyə bərabərdir? Sıfıra bərabərdir. O zaman yazıram A üstə ilə B çıx 13 bərabər sıfıra. Buradan A ilə B-nin toplamını 13 tapdım. Baxdıq digərinə. B üstə ilə C çıx 14 bərabər edirəm sıfıra. Buradan B üstə ilə C-mizin qiyməti 14 edəcək. Gəlin baxaq indi digərinə. Bunu yazaq. A üstə ilə C çıx 15-i bərabər edirəm sıfıra. Buradan A üstə ilə C-mizin də qiyməti 15 edəcək. Mənə deyir ki, bu üçbucağın perimetrini tapın. Bu üçbucağın perimetri nə deməkdir? Üçbucağımın perimetrinin tərəflərim A, B, C-dirsə, perimetrin bərabər A üstə ilə B üstə ilə C olacaq. Əlimizdə nə var? A ilə C-nin cəmi 15-dir. Bunun altından yazıram bax. B ilə C-nin cəmi 14-dür. A ilə B-nin cəmi də 13-dür. Gəlin bunları alt-alta toplayaq. A-lar 2 dənə olduğu üçün 2 dənə A, toplam 2 dənə B, topla 2 dənə C. Bərabərdir. Edəcək neçə? 15 ilə 14, 29, üstünə 13 də gələndə 42 edəcək. Hər tərəfi 2-yə böləndə A üstə gələk, B üstə gələk, C bərabər 21 olacaq. Məndən də perimetr bunu istəmirdi. Cavabım elə 21 olacaq. 14-ə gəlin bir yerdə baxaq. Üçbucağın ABC tərəflərini veribdir. Deyir modulda
3 dənə bu ifadəni toplayıblar, sıfırdan kiçik alıblar. Birinci bu sıfırdan kiçik ola bilməz. Bərabər olacaq nəyə? Sıfıra. O zaman əgər modulların cəmi sıfıra bərabərdirsə, demək ki, bunların hər biri ayrı-ayrılıqda sıfıra bərabərdir. Birinci ifadəni sıfıra bərabər edib yazıram. A üstəgələk B çıx 11 bərabərdir sıfırdırsa, A üstəgələk B-nin qiyməti -11-i sağa göndərəndə 11 edəcək. Daha sonra B üstəgələk C çıx 12-mizin qiyməti sıfırdırsa, buradan B üstəgələk C-mizin qiyməti 12 çıxacaq. Digərinə baxsaq, A üstəgələk C çıx 13 bərabərdir 0 yazsam, A üstəgələk C-mizin qiyməti 13 çıxacaq. A üstəgələk C var, A üstəgələk B də var, B üstəgələk C də var. İndi diqqətlə bax, nə ayırıram? Bunların hər birini, onda bunu siləm də, mənə buradan burası lazım idi. A ilə C-nin cəmi, A ilə B-nin cəmi, B ilə C-nin cəmi. Bunların hər birini toplayıram alt-alta. Olacaq 2 dənə A, 2 dənə B, bir də 2 dənə C. Bərabərdir. 13 ilə 11-in cəmi 24, üstünə də 12 gələndə bərabərdir 36-ya. Hər tərəfi 2-yə böləndə A üstəgələk B üstəgələk C bərabərdir 18 olacaq. Mənə bu üçbucağın perimetrini soruşurdu. Perimetr ilə üst tərəfin cəmidir. O zaman cavabım 18. Gəlin baxaq 15 nömrəli suala. Bərabər yanlı üçbucağın iki tərəfinə görə uyğunluğu müəyyən edin deyir. Deməli 8 cm və 17 cm olarsa, tərəflərimiz 8 cm və 17 cm olarsa, üçüncü tərəfimiz nə olacaq? Bərabər yanlı üçbucaqda yadda saxlayın. İki tərəf eyni olmalıdır. Bərabər yanlı adı üzərində yan tərəflər bərabər olacaq. İndi bu x-imizin qiyməti nədir? Ya bu 17 olmalıdır ki 17 olsun. Ya da ki bu tərəf 8 olmalıdır ki bu tərəflər bərabər olsun. İndi bunun hansını götürəcəm? Mən götürsəm əgər 8-i gör nə baş verəcək. Qaydamız nə idi üçbucaq bərabərsizliyində? Üçbucaqlarda qaydamız bu idi ki, üçbucağın bir tərəfi məsələn 8. Bu iki tərəfin cəmindən kiçik olmalı idi 25-dən. Bunların fərqindən də böyük olmalı idi. 17-dən 8 çıxanda nə qalacaq? 9. 8 9-dan böyük deyil. Ona görə də belə deyirsən. Bura 17 olsa nətər? Gəlin də baxaq. 17 kiçikdir. İkisinin cəmindən, yəni 25-dən böyükdür. Hər ikisinin fərqindən bəli. Bu şəkildə ödəyəcək. Ona görə demək tərəfim 17 olacaq. Oturacağımızın qiyməti nə oldu? Burada oturacaq əslində bunları qəbul edəndə oturacağımız 8-dir. Mənə deyir perimetri, bax perimetrləri veriblər. Gəl tapaq. Perimetrimiz eləyəcək 17, 34, 8 də əlavə edəndə 42. Düzgün cavab B bəndi. Yəni 1-ə B. 2-yə baxsaq, üçbucağımızın tərəfləri 3-dən 9-dur. 3 bura olsun, 9 bura olsun. İndi bu bərabər yanlıdırsa, demək ki bu tərəfimdə ya 9-dur, ya da 3-dür. 3 olmayacaq. Niyə? Əgər 3 yazsam, bu 3 kiçik olmalıydı hər ikisinin cəmindən, böyük olmalıydı fərqindən, 3 6-dan böyük deyil. Ona görə demək bu tərəfimdə 9 olmalıdır. İndi perimetrimiz nəyə bərabər olacaq buradan? Perimetrimiz 3 üstəgələk 9 üstəgələk 9, bu da edəcək 21. Yəni düzgün cavab 2-də C bəndi. Gəlin baxaq indi də 3-ə. Deyir tərəflərim 6 ilə 14-dür. Tərəflərim 6 ilə 14-dür. Onda mənim bu biri tərəfim nə olar sizcə? 14 yazsam. 14 bura, 14 bura. Həqiqətən də 14 iki tərəfin cəmi, yəni 20-dən kiçik, bunların fərqindən də böyükdür. O zaman bəli cavabımız 14 olacaq. İndi mənə nə deyir tap? Perimetri tap. Bir də uşaqlar yadda saxlayın. Bərabər yanlı üçbucaqda. Əgər bu tərəflər bərabərdirsə, bura deyirlər oturacaq. Oturacaq. Bərabər yanlı üçbucaqda yan tərəfləri olmamaq şərti ilə yan tərəflərini qəbul eləməyəcəm. Bərabər yanlıda oturacaq, yan tərəfləri eyni olanlar deyil. Bərabər yanlı üçbucaqda oturacağımız eyni tərəfə sahib olan yer deyil. Bərabər yanlı olduqları üçün AA yazdım. Oturacağı istəyirdi bizdən. İndi baxın 14 bura 14 bura. Bunlar eynidir. O zaman oturacağım eyni olmayan tərəfdir. Yəni 6-dır. 3-ə uyğun gəldi A bəndi. Perimetrini soruşduğu üçün hər birini toplasam 14 28 üstünə də 6 gələndə deməli 34 edəcək. Perimetrdə 34-dür. E bəndi.
Gəlin baxaq 16 nömrəli suala. Yenə bir üçbucaq tərəf bucaq münasibətinə aid sualdır. Üçbucağın bir tərəfi, yəni x üstə gələ 3. Bir dəqiqə bunu düzəldim. Aha. X üstə gələ 3. Kiçik olmalıdır hər iki tərəfin cəmindən. Böyük olmalıydı bunların fərqindən. Ondan 7 çıxanda 3-dən. Bu bərabərsizliyi həll edək. Hər tərəfdən 3 çıxağın. Hər tərəfdən 3 çıxsaq, burada qalacaq x kiçikdir 14, böyükdür 0-dan. Sualda mənə deyir ki, x-in alacağı ən böyük tam qiymət tap. X-imiz ən böyük 14-dən sonra əvvəl daha doğrusu ən böyük tam hissəm nə oldu? 13-ə bərabər oldu. Cavabımız 13 olacaq. 17-yə baxaq. X-in alacağı qiyməti soruşur, ən böyük qiyməti. X üstə gəlib 5-imiz kiçik olmalıydı 18-dən. Böyük olmalıydı hər ikisinin fərqi, yəni 2-dən. Hər tərəfdən 5-i çıxsaq, mənfi 3 kiçikdir x-dən, kiçikdir. Hər tərəfdən 5-i çıxanda 13 eləyəcək. Mənə deyir, x-in ala biləcəyi ən böyük qiyməti tap. Düzgün cavabımız 13-dən kiçik olan ən böyük qiymət 12. Gəlin baxaq 18 nömrəli suala. 18 nömrəli sualda deyir ki, üçbucağın perimetri 26-dan kiçikdirsə, bunun perimetri nəyə bərabərdir? Topla hər tərəfi. 2x, 2x, 2x. Elədi nə qədər? 4x. 5 burada var. Çıxaq 1 də burada var. Üstə gələk 4 olacaq. Perimetrim 4x üstə gələk 4 oldu, oldu. Mənə də deyir ki, x-in mümkün olan natural qiymətlərin cəmini tap. Perimetrim deyir ki, 26-dan kiçikdirsə, mənim bu perimetrim kiçik olmalıymış 26-dan. Buradan 4x kiçik olmalıdır 22-dən. X-imiz də kiçik olmalıdır 22-ni 4-ə böləndə 5 tam onda 5-dən. X-imiz 5 onda 5-dən kiçik olmalıdır. X-imiz hansı qiymətlər ala bilər? 1 ala bilər, 2 ala bilər, 3 ala bilər, 4 ala bilər, 5 ala bilər. Gəl aparıb bu qiymətləri yerinə yazaq. 1 qiymətini yazsaq yerinə. 1-dən 1 çıxanda 0 eləyəcək. Üçbucağın 0 deyə tərəfi olmaz. 2 qiymətini aparıb yerinə yazsaq. 2-dən 1 çıxanda 1 qalar. 2 dəfə 2 4 edər. 2-nin üstünə 5 gələndə burada 7 eləyəcək. Demişdik üçbucağın bir tərəfi 2 tərəfin cəmindən kiçik olmalıdır. 7 nətər 1 ilə 4-ün cəmindən kiçikdir. Ödəməz. 3 qiymətini yazsaq. 3-dən 1 çıxanda 2 bura. 3 dəfə 2 6 bura. 3-ün üstünə 5 8 də buradır. İndi mənim bu 8-im 2 tərəfin cəmindən kiçik olmalıydı. Amma olmadı. Bərabər oldu. O zaman 3 ödəmir. Ödəyəcək qiymətlər 4 və 5-dir. İndi sualda mənə deyir ki, x-in ala biləcəyi mümkün natural qiymətlərin cəmini tap. X-im alacaqları 4 ilə 5 oldu. Bunların cəmi eləyəcək 9. Düzgün cavabımız 9 olacaq. Gəlin baxaq 19 nömrəli suala. Üçbucağın perimetri 21-dən kiçikdir deyir. O zaman 3 dənə tərəfini toplayaq 21-dən kiçik edəcək. 2 çıxılsın 1 topla, 2x topla, 2 üzərinə gəlinsin 4 kiçikdir 21 yazırıq. Buradan x-ləri topladığımız zaman 4x üzərinə gəlinsin 3 kiçikdir 21-dən, 4x kiçikdir 18-dən, x-imiz də kiçikdir 4 tam onda neçədən? Önəmli deyil, 4 tam onda nöqtələr qoyaq. X-imiz hansı qiymətlər alacaq? 1, 2, 3, bir də 4 qiymətini. Ancaq diqqətli olmaq lazımdır. Burada üçbucağın tərəflərinin hər birində dəyişənlər var. Üçbucağın tərəflərinin üçündə də dəyişən olmasa, məsələn, sadəcə 2 dənəsində ədəd olsun, üçüncüsündə dəyişən olsun. Burada yoxlanmağa ehtiyac yoxdur. Amma hər üçündə dəyişən verilibsə, sən artıq bu qiymətləri yoxlamalısan. X-in yerinə 1 qiymətini yazsaq, 1-dən 1 çıxanda 0. Üçbucağın tərəfi 0 ola bilməz. 2 qiymətini yazsaq, 2-dən 1 çıxanda edəcək 1. 2 dəfə 2-im 4. Müəllim, bura 1 elədi. 2-ni qoyanda 2 dəfə 2-im 4 elədi. 2-ni yazanda 2-nin üstünə 4, 6 elədi. Üçbucağın tərəf-bucaq münasibətində belə bir qayda var idi ki, üçbucaq bərabərsizliyində üçbucağın bir tərəfi digər iki tərəfin cəmindən kiçik olmalıdır. Amma nətər 6 5-dən kiçik ola bilər? Olmaz. 3 qiymətini qoysaq. 3-dən 1 çıxanda 2. 3 dəfə 2 6. 3-ün üstünə 4 gələndə 7. 7 ikisinin cəmindən kiçikdir. Həqiqətən də fərqindən böyükdür. O zaman alınacaq qiymətlər 3-dən 4-dür. X-in ala biləcəyi qiymətlərin cəmini soruşur. Cavabımız 7 olacaq. 19 nömrəli sualın düzgün cavabı 7. 20 nömrəli suala bir yerdə baxaq.
Ev formasında verməyinə çəkinməyin. Adi bildiyimiz üçbucaq sualıdır. Baxın, bura A tərəfi yazılıb, bura B, burada C. Deyir ki, A və C arasındakı məsafə 20-dir. A ilə C arası məsafə 20-dir. Sonra deyir, B ilə C arasındakı məsafə 24-dür. B ilə C-nin arasındakı məsafə 24-dür. Bizə AB tərəfini alacağı ən böyük qiyməti soruşur. Bizim bu x-imiz iki tərəfin cəmindən kiçik, fərqindən də böyük olmalıdır. O zaman bizim x-imiz ən çox hansı qiymət alacaq? 43 qiymət. Düzgün cavabımız 43 olacaq. 21 nömrəli suala gəlin bir yerdə baxaq. Deməli, AC arasındakı məsafə 30 imiş deyir. O zaman bu məsafə 30-dur. B ilə C arasındakı məsafə 26-dır. B ilə C arasındakı məsafə 26-dır. Daha sonra deyir ki, A və B məntəqələri arasındakı məsafənin ən böyük qiymətini tapın. Yenə bura x deyirəm. Bizim bu x-imiz iki tərəfin cəmindən kiçik, yəni 56-dan kiçik, ikisinin fərqindən böyükdür. O zaman x-imiz ən çox hansı qiymət alacaq? Alacaq 55 qiymətini. Düzgün cavabımız 55 olacaq 21-də. 22 nömrəli suala gəlin bir yerə də baxaq. Ən çox imtahana düşən sual tiplərindən biri də budur. Deməli, AB-nin uzunluğunu 8 verib. Bu uzunluq bərabərdir 8-ə. BC-nin uzunluğunu bu uzunluqda veriblər 14-ə. Bizə deyir ki, AC tərəfinin bu tərəfin alacağı ən böyük qiymətlə ən kiçik qiymətin cəmini tapın deyir. Burada bir x deyəcək. Normalda bizim bu x-imiz iki tərəfin cəmindən kiçik, yəni 22-dən kiçik, bu iki tərəfin fərqindən, yəni 6-dan da böyük olmalıdır. Heç bir şərt verilmədiyi halda. Ancaq bizə deyir ki, bucaq B bucaq A-dan böyükdür. O zaman bucaq B bucaq A-dan böyükdürsə, bucaq B-nin qarşısında dayanan x-imiz böyük olmalıydı bucaq A-nın qarşısında dayanan 14-dən. Bucaq tərəf münasibətində belə bir şey öyrənmişik. O zaman x-imiz 14-dən böyük olmalıdırsa, x-imiz 6-dan yox, 14-dən böyük yazırıq. Ən kiçik x-imiz 15 alar, ən çox da 21 alar. Toplam qiyməti soruşurdu, 36 olacaq. 23 nömrəli suala bir yerdə baxaq. AB deyir 7-yə bərabərdir. Bu uzunluğun dəyəri 7-dir. BC 15-ə bərabərdir. Buradan bura qədər məsafə 15-dir. Deyir ki, AC tərəfini ala biləcəyi ən böyük və ən kiçik qiyməti soruşur. Bu tərəfi bizdən soruşur. Normalda bizim bu x-imiz iki tərəfin cəmindən 7 ilə 15-in cəmi, yəni 22-dən kiçikdir. Böyük olmalıydı bunların fərqindən, yəni 8-dən. Ancaq bizə belə bir şərt veribdir. Bucaq B bucaq A-dan böyükdür. O zaman bucaq B-nin qarşısında dayanan bu x-imiz də böyük olmalıydı bucaq A-nın qarşısında dayanan 15-dən. O zaman x-imiz 8-dən yox, 15-dən böyükdür. Nədən kiçikdir? 22-dən. Ən kiçik 16, ən böyük 21 eləyəcək. Toplam 37. 23 nömrəli sualın düzgün cavabı 37 olacaq. Beləliklə, həndəsədən üçbucaqlar bölməsinin ilk bölümü yekunlaşdı. Növbəti bölümləri qaçırma. Həqiqətən də heç arada eşitmədik. Mümkün qədər ən gözəl qaydaları mən bu videolarda bölüşəcəm. Sağ olun, salamat qalın. Növbəti videoda görüşənədək. Hələlik.